Bugün biz sizi Mozalan Satirik Kino Jurnalının Sumqayıt şəhərinin problemlərinə həsr olunmuş filminə baxmağa dəvət etmişik. Bütün bunlar 1988-ci ilin oktyabr ayında olub. Mozalan Kino Jurnalının qaldırdığı məsələlərin müzakirəsinə başlayaq. То, что я увидел в течение 13 минут, это, конечно, является только мгновением нашей жизни. Я думаю, что каждому сидящему здесь тоже они понятны. Но мы сегодня должны говорить не только о своих замечаниях, возмущениях. Мы должны сегодня принимать такие меры, которые бы в дальнейшем помогли нам для устранения тех недостатков, которые имеются в нашей экологической обстановке в нашем городе. Все то, что мы имеем в Сумгаите, это все было тоже начиналось с самых благих намерений. Ничего подобного. Я когда сказал, что Сумгаит не развивается как химик, а как база, сырьевой база страны, и все процессы наполовину перерваны, вместо того, чтобы довести до конечного итога. Потому и сегодня получается. Зачем в Сумгаите было трихлор? Ни в одном продукте Сумгаита хлор не остается как компонент. Он как катализатор входит в реакцию и уходит оттуда. Либо идет в воздух, либо идет в море. Mozalan Kino Jurnalının 128-ci nömrəsindən sonra şəhəri təmiyyəti mühafizə işində çox böyük dəyişikliklər oldu. Belə ki, şəhər ictimaiyyətinin fikrində elə bir dönüş yarandı ki, hər bir şəhərin sakini deməli, təbiəti mühafizə probleminin həllini özünün çox vacib bir işi bilirdi. Biz Sumqayıt Şəhər Təbiəti Mühafizə İdarəsinin şöbə müdiri Arif İslamzadəni eşidirik. Deməli, əsas gördüyümüz tədbirlərdə ondan ibarət ki, biz bu müddət ərzində bir çox istehsalatların təbiətə, ətraf mühit üçün zərərli olan, insan sağlamlığına çox böyük təsir göstərən deməli, istehsalatların bağlanmağına nail olduq. Bunların içərisində lindan, amin duzu sexi, depresator və bir sayıda. Biz özümüzün ən böyük qələbəmiz onu sayırıq ki, biz deməli, Sumqayıt Alüminium Zavodunda 160 deməli, vannanın bağlanmağına nail ola bildik. Bəli, bura həmin başı bəlalı gecəqondu deyilən yerdir. İndi demək olar vaxtıyla burada yaşayan sakinlər pis yaxşı evlə təmin olunub. İnanırıq ki, yaxın gələcəkdə burada yaxşı bir park salınacaq. Bütün bu işlərin isə təşəbbüskarı Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri Rasim Eminbəyli oldu. Ərazisində olduğumuz gecəqonduların sayı təxminən 1350-dən çox idi. Bizim qabağımızda bir çox və vacib bir məsələ qalmışdı ki, biz nətəri bu adamları buradan köçürə bilək. Bildiyiniz kimi, bu gecəqondularda yaşayan adamlar hər şeydən məhrum idilər. Nə işıq, su, qaz, isti su. Bunlar isə burada olmurdu, adamlar isə bunları görə bilmirdilər. Ona görə vəziyyət çox acınacaqlı idi. Sanitariya normaları burada göbutcasına pozulurdu. Çoxlu xəstə uşaqların elə buradan çıxmağı xəstəxanalarda gecəqondudan gələn adamların sayı çox idi. Ən əsas məsələ o idi ki, bunları nətər biz buradan götürüb yerləşdirək. Birinci məsələlərdən biri, biz belə bir qərara gəldik ki, İcra Komitəsinin qərarı ilə biz müəssisələrə imkan verdik ki, əmək kollektivləri ilə bərabər, əgər onların imkanları varsa, bir otaqlı evləri növbədən kənarda olsa da gecəqonduda yaşayanlardan ötürü verilsin.
Bu məsələ olundu. Oradan köçdü gəldi. İndi şəraitimiz lap yaxşıdır. Hər tərəfli. Astronopadan yaxındır. Uşağı vaxtında bağçaya aparıb qoya bilirik. Yoxsa əvvəl bağçaya aparıb gecikdirirdik. Yol nə qədər gəh yol gedəsən astronop geç çatasan. Astronopası bizdən uzaq. Hər tərəfli şəraiti pis idi orada. Amma indi burada yaxşıdır. Çox sağ olsunlar. Bundan savayı şəhərin ərazisində 16-cı mikrorayon deyilən yerdə biz torpaq sahəsi ayrılmışdıq. O sahədə təxminən 540 ailədən çox torpaq yeri götürüb, hal-hazırda 270 ev tikilmək üzrədir. İndiki isə vəziyyətdə bir ilə yaxındır ki, orada bir 70 ailə əməli başda orada yaşayır. Ev ki, torpaq qıtlığı olduğuna görə biz 300 kvadrat metrdən artıq verə bilməmişik. Ona da baxmayaraq, 540 adamdan çox bu dəqiqə torpaq sahəsi ayrılıbdır. Onlar gördüyünüz kimi bu mikrorayonda nə qədər evlər tikilir və biri-birindən də gözəldir. Çox danışıldı ki, hər bir ev, burada evlər tikiləndə bir proyektlə tikilsin, bir-birinə oxşasın. Düzü, çox mübahisədən sonra biz imkan yaratdıq ki, cəmaət nətəri ev tikmək istəyirsə, qoy elə də tiksin. 8 il Naxçıvanda yaşamışıq biz. 15 ildə zavodda işləmişik, kimya zavodunda. Evim yoxdur, evdəki hələ 250-ci nəfərəm mən. Siz neçə il Naxçıvanda yaşamışsınız? 14 ildir Naxçıvanda qalırıq. Sonra da indi yer veriblər bizə, ev tikirik, yoxdur şərait, heç nə. O şərait yoxdur ki, bizə sement vermirlər, material veriblər, daş düşüblər 1 manata, getirməyə zaten hamısı düşüblər 1 manat, indi yoxdur şəraitdə tikməyə. Yoxdur da semenzə tapa bilmirik, daşsadır. Bəli, 80-cı ildən yaşamışam Naxçıvanda, indi də Naxçıvanda yaşayıram. Yoxdur, yer verib, bu da 3 sotu belə tikirəm, amma material tapa bilmirəm. Sement axtarım, gedirəm, orada qum gətirəm, güclə qarışdırıb gətirirəm, o da sərf eləmirəm. Bizə elə gəlir ki, bu problemlərin həlli təkcə Sumqayıt şəhər təşkilatının simasında yox, həm də ümumi respublika miqyasında öz həllini tapmalıdır. Sumqayıt şəhərinin baş pediatrı Xalidə Quliyeva keçmiş intervyusunda acınacaqlı bir fakt söyləmişdi. Yalnız 3-cü nəsil sağlam doğula bilər. Bəs indi vəziyyət nə yerdədir Xalidə xanım? Keçən dövr ərzində şəhərin ekoloji vəziyyətində biz həkimlər hələ o qədər də əsaslı dəyişikliyi hiss etməmişik. Çünki zəif, yarımçıq və anadan gəlmə inkişaf qüsurları olan uşaqların doğulması hələ şəhərimizdə yüksək faiz təşkil edir. Analar və uşaqlar arasında da xəstələnmə halları hələ ki azalmamışdır. Bu sahədə yaşlaşma əldə etmək üçün əlbəttə müəyyən qədər vaxt lazımdır. Biz həkimlər də bu sahədə müəyyən işləri görməyi nəzərimizdə tutmuşuq. Odessa şəhərində uşaqların sağlamlığı məsələlərinə həsr olunmuş Ümumi İttifaq müşavirəsində iştirak etmişəm. Burada ekoloji vəziyyətin ana və uşaqların sağlamlığına təsiri məsələlərindən də çox danışıldı. Ancaq bizə çox pis təsir edən oldu ki, ekoloji cəhətdən çirkli şəhərlərin siyasında Sumqayıtın adı yox idi. Biz bu məsələni əlbəttə məsul şəxslərin nəzərinə çatdırdıq. Gəlin o günə inanaq ki, yaxın gələcəkdə Respublikanın bütün ictimaiyyətinin yaxından köməkliyi ilə Sumqayıt problemləri bütünlüklə həll olunacaq və Sumqayıtın adını bir də elə siyahılarda axtarmaq lazım gəlməyəcək.